fx funksiyasının qrafik üzərində çevrilmələrə baxaq. Bizə hər hansı fx funksiyasının qrafiki verildikdə mənfi fx, f mənfi x, f modulda x, modulda fx funksiyalarının qrafiklərinin necə qurulduğuna nəzər yetirək. Birinci başlayırıq fx və mənfi fx. Qeyd kimi yazmışam ki, fx və mənfi fx funksiyalarının qrafikləri x oxuna nəzərən simmetrikdir. Deməli, bizə hər hansı fx funksiyasının qrafiki verilib, mənfi fx-i qurmaq üçün verilən qrafikin x oxuna nəzərən simmetrik olan hissəsini çəkməliyik. Burada nə edirik? X dəyişmir. Burada y oxu 2 nöqtəsində kəsilib, simmetrikində isə mənfi 2 nöqtəsində kəsilir. Qrafik bu şəkildə olur. Birinci verilən qrafik fx funksiyasının qrafikidir, ikinci verilən qrafik isə mənfi fx funksiyasının qrafikidir. Yəni, burada y-ların işarəsi əksinə dəyişir. Yuxarıda fikir versək, bütün y-lar müsbətdir, amma aşağıda mənfi olur. Çünki qarşıda mənfi işarəsi var. Keçdik ikinciyə. Fx verilib, f mənfi x-in qurulması nəzərdə tutulur. Qeydə baxaq. Fx və f mənfi x funksiyalarının qrafikləri y oxuna nəzərən simmetrikdirlər. Burada x-dir, burada isə mənfi x-dir. Elə görünür ki, bu hissələr y oxuna nəzərən simmetrik olmalıdırlar. Verilən funksiya, deməli, x oxunu 0,4 nöqtəsində kəsir. İndi bu verilmiş hissənin y oxuna nəzərən simmetrikini alaq. Burada olar mənfi 4 və 0. Qrafik təqribi bu şəkildə olur. Deməli, bizə verilmişdi birinci fx funksiyasının qrafiki. Bu rəngli hissədə f mənfi x funksiyasının qrafikidir. Gördüyümüz kimi elə y oxuna simmetrikdir qrafiklər. Fx verilib, modulda fx funksiyasının qrafikinin qurulması nəzərdə tutulur. Tələb olunur daha doğrusu. Burada modulda fx. Modul heç vaxt mənfi qiymət almır. Ona görə biz nə edirik? Qrafikin x oxundan aşağıda olan hissələrini silirik. Burada fikir versək, qrafikin x oxundan aşağıda qalan hissələri bunlardır. Bir də bura. Deməli, bu hissəni silməliyik. Bu hissəni silib, həmin hissəni x oxuna nəzərən simmetrik qaldırmalıyıq yuxarı. Eləcə də bu hissəni silməliyik, çünki mənfidir. Modulda mənfi qiymət almır. Bu hissəni simmetrik qaldırmalıyıq yuxarı. Deməli, qrafikimiz təqribi olur bu şəkildə. Heç vaxt mənfi qiymət almır. Deməli, rəngli hissə modulda fx funksiyasının qrafikidir. İndi keçdik dördüncüyə. Buna bir ulduz qoyuram, çünki bu uşaqların qarışdırdığı bir yerdir. Şagirdlərin ən çox qarışdırdığı hissədir. Deməli, fx funksiyasının qrafiki verilib, f modulda x-i necə qururuq? Bunu qurmaq üçün nə etməliyik? Deməli, qrafikin y oxundan sol tərəfdə qalan hissəsini silməliyik. Ondan sonra sağ tərəfdə qalan hissənin y oxuna nəzərən simmetrik hissəsini çəkməliyik. Deməli, sol tərəfdə qalan hissə buradır. Buranı silirik. Bu hissəni sildik. Ondan sonra nə edirik? Sağ tərəfdə qalan hissənin, sağ tərəfdə bu hissə qalıb. Bu hissənin y oxuna nəzərən simmetrik olan hissəsini çəkməliyik. Deməli, bura mənfi 3-dür. Simmetrik olan hissə bu şəkildə olur. Tam simmetrik olmadı. Yəni, belə bir şey olur. Deməli, bizə əvvəl fx-in qrafiki verilmişdi. F modulda x-in qrafiki də bu şəkildə olur. Nə edirik? Qrafikin sol tərəfdə olan hissəsini silirik. Ondan sonra sağda qalan hissənin y oxuna nəzərən simmetrik olan hissəsini çəkməliyik. Qrafik də olur bu şəkildə. Burada bir neçə nümunə yazmışam, onlara da baxaq. Fx funksiyasının qrafiki verilib. Modulda f modulda x funksiyasının qrafikini qurun. Deməli, əvvəlcə modulda fx funksiyasının qrafikini quraq. Əvvəlcə f modulda x. Nə edirik? Burada dedik ki, x oxundan aşağıda qalan hissəni silib simmetrik qaldırmalıyıq yuxarı. Qaldırdım yuxarı. Oldu bu şəkildə. Hansı ki, burada y oxunu mənfi 2 nöqtəsində kəsib, burada isə 2 nöqtəsində kəsir. Deməli, bu verilmiş qrafik, bu qrafik oldu modulda fx funksiyasının qrafiki. İndi nə etməliyik? İndi həm modulda fx, həm də x olmalıdır modulun içində. Bunu qurmalıyıq. Bunu da necə qururduq? Dedik ki, qrafikin sol tərəfdə olan hissələrini silirik. Yəni, bu hissələri silirik.
Bu hissələri silirik. Ondan sonra sağ tərəfdə qalan hissənin, yəni bu hissənin y oxuna nəzərən sol tərəfdə simmetrikini alırıq. Bu hissənin y oxuna nəzərən simmetriki bu şəkildə olur. Yəni bizim qrafikimiz bu şəkildə olur. Bunu ayrı rənglə rəngləyim. Bizə lazım olan qrafik budur. Hansı funksiyanın qrafikidir? Bu funksiyanın qrafikidir. Deməli, əvvəlcə modulda fx funksiyasının qrafikini qurduq. Orada mənfi hissələri atdıq, simmetrik qaldırdıq yuxarı. Sonra isə qrafikin sol tərəfdə qalan hissələrini silib, sağ tərəfin y oxuna nəzərən simmetrikini alırıq. Yenə B variantına baxaq. Y bərabər fx funksiyasının qrafiki verilib. Mənfi modulda fx funksiyasının qrafikini qurun. Əvvəlcə modulda fx funksiyasının qrafikini quraq. Necə qururduq? Mənfi hissələri atırdıq, simmetrik qaldırırdıq yuxarı. Deməli, burada mənfi hissələr bunlardır. Buranı silirik və həmin hissəni simmetrik qaldırırıq yuxarı. Hansı ki, burada 2 nöqtəsində kəsir. Qrafik olur bu şəkildə. Qrafik bu şəkildədir. Bu rənglədiyim hissə. Bu hansı funksiyanın qrafikidir? Modulda fx funksiyasının qrafikidir. Amma bizdə mənfi modulda fx funksiyasının qrafikinin qurulması soruşulur. Onda nə edirdik? Qrafiki x oxuna nəzərən simmetrik salırdıq aşağı. Bunu da deməli, bizim qrafik göy rəngdə olandır. Biz qurmalıyıq mənfi modulda fx-i. Nə edirik? Qrafikin x oxuna nəzərən simmetrik salırıq aşağı. Yəni olur bu şəkildə. Bura mənfi 2-də kəsir və bu şəkildə. Yuxarıdakı göy rəngdə olan qrafikin x oxuna nəzərən simmetrikini aşağıda aldıq. Bizə lazım olan funksiyanın qrafiki budur.